Bazar ortasında aç kimi. Günlərin birində ata ilə oğul kəndin həftəlik bazarına getmişdi. Meyvə-tərəvəz, ev məhsulları, toyuq cücədən tutmuş tut arağına qədər hər şey satılırdı. Hava isti, adamlar çox, bazar can içində idi. Oğul bir stendin qarşısında dayandı. Ata, bu tərəvəzlər çox təzədir. Görəsən bu kimindir? Ata cavab verməyə macal tapmamış, yaxınlıqda bir alverçi qadın. Ay camaat, qarpız təzə gəlib, kəsib dadına da baxdıram, deyə səsləndi. Elə bu vaxt orada durmuş, özünü çox bilmiş kimi göstərən kəndin tanınmış, amma bir o qədər də görməmiş və tamahkar sakini Zeynal dayı stenddə hücum çəkdi. Əli ilə 3 qarpızı bir yerdə qucaqladı, biri yerdə diyirləndi, biri başqa alıcının qabağında dayandı. Bu qarpızlar mənlikdir, toxunmayın, mən birinci idim, deyə qışqırdı. Satıcı qadın çaşqınlıqla. A kişi, dadına baxmadan niyə belə eləyirsən? Axı hələ qiymətini deməmişəm. Zeynal kişi isə vecinə almadan əlini cüzdanına saldı, amma pulu da çatmadı. Yanındakından borc istədi, sonra geri çəkilib yenidən qarpızları yoxladı. Bu arada digərləri kənardan ona baxıb pıçıltı ilə gülürdü. Bircə qarpıza görə elə bil döyüşə girir. Zeynal kişi nə dadına baxa bildi, nə qiymətə razılaşdı, nə də qarpız ala bildi. Nəhayət qarpızları başqaları aldı, özü isə bazarın ortasında əli boş, dili yorğun qaldı. Ata başını bulayıb oğluna baxdı. Gördün, oğlum, insan özünü çöldə göstərir, evdə necədirsə, o cür də çöldə olur. Geyimi təmizdir, amma görməmişliyi kir kimidir, çıxmır. Aç adam yemək axtarmaz, abırını qoruyar. Tamah elə bir şeydir ki, adamı alçaltdıqca alçaldır. Əlin çatmasın deyə deyil, halın olmasın deyə rədd olur. Oğul astaca dedi. Ata, adam var bazara alış-verişə gəlir, adam da var, acgözlüyünü nümayiş etdirməyə. Ata gülümsədi, bazar boyu addımladılar. Gündəlik bazarlıq bir dərs oldu, tərbiyə isə elə yolda yazıldı.